Salam dəyərli müəllimlər, mən Nəbiyeva Günay. Sizə 50 musiqi sualının izahını verəcəm. Gəlin keçək testə. Bunlardan hansı var? Notla ifa edilən zərb alətidir. Burada notla ifa edilən zərb aləti deyəndə C variantı demək cavab metalofon, ksilofon olacaq. Çünki metalofon da, ksilofon da ikisi də notla ifa edilən zərb alətidir. Baxaq ikinci suala. Beethovenin 6-cı simfoniyasının 3-cü hissəsi necə adlanır? Gəlin sıralayaq. Birinci olacaq kəndə gələrkən gümrah hisslərin oyanması, ikinci çay kənarında, üçüncü kəndlilərin şənliyi, dördüncü göy gürultusu tufan, beşinci isə çoban nəğməsi. Demək, düzgün cavab kəndlilərin şənliyi olacaq. Üçüncü sual. Uyğunluğu müəyyən edin. Bəstəkarlar və əsərlərini dəqiqləşdirməliyik. İkincilərik biz Oqtay Rəcəbov, Vətənim Süleyman Ələsgərov, Mahnı və rəqs Cahangir Cahangirov, anaları təbrik edək Oqtay Zülfüqarov. 1D, 2C, 3B, 4A düzgün variant 3-cü sualda olacaq A variantı. Dördüncü suala nəzər salaq. Süleyman Ələsgərovun Neylərəm əsərinin janrını müəyyən edin. Burada söhbət romans qəzəldən gedir. Nəsiminin qəzəlləri əsasında Süleyman Ələsgərov Neylərəm romans qəzəlini yazmışdır. 5-ci sual. Müəllim dərsdə operalar haqqında məlumat verir. Bildirir ki, operalar nəzmlə yazılan musiqili səhnə əsərdir. Əsasən burada vokal ifalar olur. Bəstəkarlarımız operalarda xalq mahnı və melodiyalarından da istifadə edir. Belə bəstəkarlarından biri də öz əsərində Bağçadan gələn səs xalq mahnısından istifadə edib. Söhbət kimdən və hansı əsərdən gedir? Burada təbii ki, söhbət Müslüm Maqomayevin Nərgiz operasından gedir. 3-cü pərdədə istifadə etmişdim. Bağçadan gələn səs xalq mahnısından. 6-cı sual. Bunlardan hansı diyezli qammadır? Gəlin bir-bir təhlil edək. A variantı F-dur, yəni fa major, 1 bemol var, si bemol. B variantı B-dur, si bemol major, 2 bemol var, si bemol, mi bemol. C variantı D-dur, re majorda 2 diyez var, fa diyez, do diyez. Düzgün cavab elə C variantıdır, çünki bizdən elə diyezli qamma istəyirdim. Digərləri isə as-dur bemollü, gemo isə demək yenə də bemollü qammadır. 7-ci sual. Bunlardan biri Azərbaycan Dövlət Akademik Filarmoniyasının tərkibində fəaliyyət göstərmir. 7 tərkib fəaliyyət göstərir. Bildiyimiz kimi xor kapellası düz cavabdır. Azərbaycan Dövlət Fortepiano triosu düz cavabdır. Qafqaz Caz triosu isə Vaqif Mustafazadə tərəfindən Gürcüstanda yaradılmışdır. Filarmoniyanın tərkibində yox. 8-ci sual. Məktəbdə keçirilən tədbir üçün Gülər müəllimə şagirdlərdən xor yaratmışdı. Şagirdlər oxuyacaq, Gülər müəllimi isə onları fortepianoda müşayiət edəcəkdir. Tədbir günü fortepianonun səslənməsində problem yaranır, ona görə Gülər müəllimi şagirdlər müşayiət edə bilmir. Lakin şagirdlər mahnı çıxıb səhnədə oxuyur. Onların ifasına görə aşağıdakı ifalardan hansını uyğun saymaq olar? Əgər burada yalnız səslə ifa olacaqdırsa, burada əsərin adını demək, Payız lirik xoru. Düzgün cavab, çünki akapella oxuyur. Bunlardan hansı kiçik sekst intervaldır? Kiçik sekst intervaldsa ton fərqi 4 ton, məsafəsi isə 6 olmalı idi. Mi ilə, mi, fa, sol ilə məsafə 4-dür, bu kvartatdır, düz deyil. Do, si bemol, do, re, mi, fa, sol, la, si bemol. Bu sekst intervaldır. Re, sol, re, mi, fa, sol. Bu da 4 məsafə olduğuna görə kvart intervaldır. Re, mi, fa, sol, la, si bemol. 6 məsafə olduğuna görə demək bu sekst intervalda ara məsafəsində hesabatsız görəcəksiniz ki, kiçik sekstadır.